Bura dəvət elədiklərinə görə mən yenə də minnətdaram. Təşəkkür edirəm və sizə də necə deyim, uğurlar arzu edirəm gələcəkdə. Biraz üzülürsən, mən də rus diliyəm deyənə, Rusiyada çox olan, rus sektoru tutarmışam deyə, evdə də, işdə də rus dilini danışıram deyənə, Azərbaycanda biraz beynimdə biraz düzgoş edirəm sözlər sonra deyirəm. Bugünkü belə deyək, prosesimiz pizzanın hazırlanmağı olacaq və pizzanın belə deyək, tarixindən bağlı olacaq. Bəzən deyirlər İtaliya, Avropa, Amerika, amma əsas pizza hardan başlayıb mən onu başa salacağam və güman edirəm ki, hamı istəsə qeyd eləyə də bilər dəftərə və yaxud da telefonunda, ya da ki beynində. Pizza özü 1889-cu ildə yaranıb İtaliyada. Amma ondan qabaq 18-ci əsrdə, 19-cu əsrdə Misirdə, sonra Misir, Yunanistanda və belə indiki İsrail dövlətində olub o vaxtı. Onda xəmiri lipoşka kimi deyilir, fətir kimi açırdılar, üstünə düzü qoşulub əllərində olan məhsullardan dabavka edirdilər, yəni pişirib yeyirdilər. Və sonradan bunlar 1889-cu ildə İtalyanlar bunları özlərinə hazırlayanda bu xəmir prosesi, pomidoru elə o vaxtı onlar heç özlərində icad eləmirdilər, əkmirdilər, becərmirdilər. Amerikadan gətirdirmişdilər. Və çox belə deyim də, İtalyanlar pomidora o qədər də belə yaxşı yanaşmırdılar. Qorxurdular ki, birdən zəhərli bir məhsul olardı. Sonra başladılar adaptasiya olmağa ki, bu pomidor dadlıdır, yeməlidir və dadlıdır. Və hələnçinə başladılar pişirməyə dedi. Və 1889-cu ildə bu Napolidə baş verəndə, çünki Napoli o vaxtı belə deyim də sizə port idi, yəni bütün ölkədən ora gəlib axını çox idi də, belə deyək də, gəmilər üçün, liman üçün ən əlverişli şəhərlərdən biri idi də, ticarət hər şey oradan gəlib keçirdi. Və İtaliyanın kraliçası Margarita pizzası bax oradan gəlir çıxır ki, İtaliyanın kraliçası Margarita gələndə, ora səfər edəndə məhz bu pekarniya, belə də çörək fabrikində bu hazırlanan bir xəmirlə məşğul olanlar, bunlar orada o xəmirin o belə deyək də qırıntıları, xəmirləri tullamamaq şərti ilə yığırdılar qara. Çünki hər bir bilirsiniz ki, bir şey hazırlanır, qramajla hazırlayırlar bunu. Bu xəmirin də çörəyi də bu qramla hazırlayanda bu qırıntıları tullamırlar, saxlayırdılar və hazırlayırdılar. Və kraliça gələndə onun təqdimatında bunlar götürdülər, xəmiri açdılar bir şey hazırlayanda, pomidor başladılar əzməyə. Onda o vaxtı bizimki dövrdə deyil ki, blender yox idi. Çox üzr istəyirəm, rus dilində bəs sözlər işlədirəm. Əllə əzirdilər bu pomidorları hamısını və yaydılar o pizzanın xəmirinin üzərinə. Bu İtaliyanın da simvolunda var bayrağında. Bəlkə də bilirsiniz ki, İtaliyanın bayrağında qırmızı rəngi var. Ağ rəngi də bunlar götürürdülər, mozzarella pendirlərini onun üzərində vururdular. Yaşıl isə bazilik. Düzdür, bugün mən bazilik tapa bilmədim bu ərazilərdə. Yəni məcbur qırmızı reyhan aldım ki, sos əlavə etmək üçün. Və bunlar o təqdimatla kraliçanın qabağına çıxardanda belə deyim, bir nümunə kimi çıxartmışdılar, amma ki çox belə tanınırdı da bütün İtaliyaya və günün bugündə də dünyanın bütün bir nüfusları, yəni Afrikaya da getsən, Margarita yenə həmin Margaritadır, yəni pendirdir, pomidordur, bir də ağ reyhandır üstündə. Həmçinin bizim ölkəmizdə də çox yerlərdən atılır. Pizza Margarita hazırlayanda üzərində bunu yenə də vururlar əciyyatlarını.